Anton Çexov, Xameleon. Əynində yeni şinelini geymiş və əlində torba tutmuş polis nəzarətçisi Açumelov bazar meydanı ilə addımlayırdı. Arxasınca saç-saqqalı turuncu rəngdə olan şəhər nəzarətçisi gəlirdi. Əlində ağzına qədər giləmeyvə ilə dolu olan müsadirə edilmiş zənbil tutmuşdu. Ətraf sakitçilik idi. Meydanda ins-cins yoxdu. Dükan və meyxanələrin açıq qapıları işığa doğru yuxulu, yorğun baxırdılar. Ağızlarını aç heyvan kimi açmışdılar. Qapıları önündə heç kasıb insanlar belə durmamışdı. "Səni daş olasan, məni dişlədin?" Birdən polis Açumelov bunları duydu. "Uşaqlar, tutun onu! Qaçıb getməyə imkan verməyin! İndi sənə göstərərəm dişləmək necə olur! Tutun! Aa!" İtin zingiltisi səsi gəldi. Açumelov ətrafa baxıb gördü ki, odun satan tacir Piçuginin hasarı yanında, köpək arxasınca əynində kraxmallı pambıq köynək olan, jiletinin önü açıq bir insan qaçır. Heyvanın arxasınca qaçanda bədəni biraz önə əyilib. Adam yıxılaraq itin arxa ayaqlarından tutdu. Yenə itin zingilti səsi duyuldu və qışqırıq eşidildi. "Buraxmayın!" Dükanlardan yuxulu üzlər irəli çıxdı. Birazdan odun anbarının yanına kütlə yığışdı. Sanki kütlə yerdən çıxdı. "Əlahəzrət, qanun pozuntusu var deyəsən," şəhər nəzarətçisi dedi. Açumelov sola dönüb kütlə tərəfə yaxınlaşdı. Odun anbarının hasarının yanında sağ əlini yuxarı qaldırmış, jiletinin önü açıq olan insan qanlı barmağını kütləyə nümayiş etdirirdi. Yarı sərxoş üzündə sanki bu sözlər yazılmışdı. "Yaramaz, indi səni parçalayacağam." Elə barmağını da qələbə bayrağı kimi qaldırmışdı. Bu adamı Açumelov tanıdı. Qızıl işləri üzrə usta Xryukin idi. Kütlənin mərkəzində ayağını önə qoyub, bütün bədəni ilə əsən, torpaq üzərində oturmuş və bu qalmaqalın səbəbkarı vardı. Uzun sov üzü və belində sarı ləkə olan bəyaz borzay. Kiçik, qəmli gözlərində dəhşət və qorxu vardı. "Niyə görə bura toplaşmısınız?" Açumelov kütlənin içinə girərək soruşdu. "Niyə bura yığışmısınız? Hə, bu sənsən? Barmağına nə olub? Kim qışqırırdı?" "Əlahəzrət, mən heç kimə dəyib dolaşmadan gedirdim." Əlini ağzına tutub öskürərək Xryukin söhbətə başladı. "Dmitri Mitroviçin yanına oduna görə gedirdim və birdən bu lənətə gəlmiş heç nədən barmağımı dişlədi. Mən işçi insanam, çalışan adamam, işim xırda işdir. Qoy mənə pul ödəsinlər. Ona görə ki, bəlkə bu barmaq bir həftə tərpənməyəcək." "Bu qanunda yoxdur ki, Əlahəzrət, heyvandan ziyan görəsən. Əgər dişləyibsə, gərək onu artıq yaşatmasınlar." Öskürüb və qaşlarını tərpədən Açumelov "Yaxşı," dedi. "Yaxşı. Kimin itidir? Mən bunu belə qoyan deyiləm. İtləri nəzarətsiz buraxmağı sizə göstərərəm."
Qətnaməyə uymayan, riayət etməyən cənablar haqda artıq iş görmək lazımdır. Həmin əclafı cərimə edəcəm. Bax onda bilər ki, iti və yaxud başqa heyvanı nəzarətsiz necə buraxmaq olar. Eldirin, şəhər nəzarətçisinə müraciət etdi. Eldirin, öyrən gör kimin itidir və protokol tərtib et. İti isə məhv etmək lazımdır. Soruşuram, kimin itidir? Deyəsən general Jgalovundur. Kütlə içindən kimsə qışqırdı. General Jgalovundur? Hə, İldirin, paltomu çıxarsana. Necə də istidir, bürküdür, deyəsən yağış yağacaq. Düzü heç anlamıram ki, it səni necə dişləyə bilərdi. Barmağına boyu çatmır axı. Balaca küçüydü, sənsə gör necə hündür bir insansan. Sən yəqin barmağını mismarla deşmisən. Sonra ağlına bu ideya gəlib ki, belə bir yalan danışasan. Siz axı buna qadir, məşhur millətsiz. Tanıyıram sizləri, iblislər. O, Ali Həzrət, əlindəki dəmirlə gülməkdən ötürü itin üzünə vurdu. Heyvan isə götürüb onu dişlədi. Pis insandı, Ali Həzrət. Yalan söyləyirsən, əyrimçə. Əgər görməmisənsə, niyə şər atırsan? Ağıllı cənablar anlayırlar kim yalan söyləyir, kimsə vicdanla danışır. Lap Tanrı önündə duran kimi durub söyləyirəm. Əgər yalanı mən söyləyirəmsə, qoy məhkəmə işə baxsın. Qanunda hər şey qeyd olunub. Hamı qanun önündə bərabərdir, eynidir. Əgər bilmək istəyirsənsə, mənim qardaşım da jandarmada işləyir. Ara qarışdırmayın, ara qarışdırmayın. Yox, bu it generalın iti deyil. Dərindən düşünən şəhər nəzarətçisi dedi. Generalda belələri yoxdur. Onda iri itlərdir. Sən bunu dəqiq bilirsən? Dəqiq, Ali Həzrət. Mən elə özüm də bilirdim ki, generalın itləri bahalı olur, cins itlər olur. Bu isə bilinmir nədir. Nə tükü var, nə görünüşü. Eybəcərdir. Vəssalam, bu heyvanı saxlamaq olmaz. Belə it Moskva və Peterburqda ələ keçsəydi, bilirsiniz nə olardı? Orada heç qanuna belə baxan olmazdı. Saniyədə nəfəsini kəsərdilər. Sən Xrukin, bu işi boş buraxma. Bunlara dərs vermək lazımdır. Hələlik. Amma bəlkə də generalın itidir. Şəhər nəzarətçisi dedi. Üzündə yazılmayıb ki, generalındır. Həyətində sanki mən beləsini görmüşəm. Əlbəttə, generalın itidir. Kütlədən səs gəldi. Yildirin. Yildirin, qardaşım, paltomu üstümə atsana. Nəsə külək əsdi, üşüdüm. Sən heyvanı generalgilə apar və generala deyərsən ki, mən onu tutub göndərmişəm. De ki, onu küçəyə buraxmasın. Bəlkə çox bahalı cins itdir. Buradasa hər bir donuz onun burnunu siqaretlə yandıra bilər. Korlaya bilər. İt isə incə məxluqdur. Sən isə sarsaq, əlini aşağı sal. Axmaq barınmağını hamıya nümayiş etdirmə. Günah səndədir. Generalın aşpazı gəlir. Ondan soruşaq. Ey Proxor, Proxor, bura gəl əzizim. Bir itə bax. Sizindirmi? Gör özünüzdən nə cür bir söz çıxarırsınız. Beləsi bizdə heç vaxt olmayıb, Proxor dedi. Uzun araşdırma falan lazım deyil, Açumelov dedi. Küçə itidir.
Danışılacaq bir şey qalmadı. Əgər dedimsə küçədidir, deməli elə belədir. Məhv edilsin. Vəssalam. Bu köpək bizim deyil. Aşpaz Proxor davam etdi. Bu generalın qardaşınındır, hansı ki qonaq gəlib. Bizimkilər o bitləri deyil. Generalın qardaşısa güclü ovçudur. Bəyəm Vladimir İvaniç generalgilə qonaq gəlib? Bütün üzündə rahat təbəssüm olan Açmelov soruşdu. Aman tanrım, mən heç bunu bilmirdim. Qonaq gəliblər, bir baxsana. Hə, generalı özləyiblər, qonaq gəliblər. Mən isə bundan xəbərdar deyiləm. Bu da onların itidir. Çox şadam. Götür onu. Çox hərəkətli itdir. Barmaq da dişləyir. Niyə əsirsən? Əsəbləşir heyvan. Proxor iti səsləyib heyvanla birlikdə odun anbarına gedir. Kütlə Xürükünə gülür. Onu ələ salır. Sənin dərsinisə mən sonra verəcəm. Açmelov ona hədə qorxu gəlib şinelini düymələyir. Bazar meydanı ilə öz yoluna davam edir.